İşçiyə verilən maaş gecikirsə, bu halda işçi nə edə bilər? Əgər bu suala cavab əldə etmək istəyirsinizsə, bu halda bu videonu axıra qədər izləsəniz daha faydalı ola bilər. İlk növbədə onu qeyd etmək istərdim ki, əmək məcəlləsinə əsasən işə götürənin səhvi ucbatından işçiyə verilən maaş gecikirsə, onda bu halda işçiyə hər gecikdirilmiş gün üçün onun əmək haqqısının 1% həzmində dəbdə pulu ödənilməlidir. Eyni qaydada onu nəzərinizə çatdırmaq istərdim ki, inzibati xətalar məcəlləsinə əsasən işçiyə verilən əmək haqqının hesablanmasında, gecikdirilməsində hər hansı bir pozuntu baş verirsə, onda bu halda vəzifəli şəxs 700 manatdan 1500 manata qədər cərimə edilə bilər. Onu da xüsusilə nəzərinizə çatdırmaq istərdim ki, əmək mübahisələrində pul tələbləri üzrə iddia müddəti 1 il təşkil edilir. Ona görə əgər belə bir hal baş verirsə, vaxt itirmədən sübutları toplamaq şərti ilə məhkəməyə müraciət etməklə öz hüquqlarınızı bərpa edə bilərsiniz. Onu yadda saxlayın ki, qanun var və icra olunur.